Yok, qalsın. Çoxu tərəfə olanda belə olur da. Hörmətli qonaqlar, əziz izləyicilər, sizi Sözün Gücü Tevan layihəsi çərçivəsində təşkil olunan Poeziya günündə salamlayırıq. Bu iki tədbirimiz Konstitusiya və Suverenlik ili çərçivəsində ümumilli liderimiz Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilmişdir. İndi Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Allah şəhidlərimizə rəhmət etsin. Azərbaycan Respublikasının dövlət himni səslənir. Redaktor, beynəlxalq dərəcəli təlimçi mentor Gülnara Cəbiyevanı səhnəyə dəvət edirik. Hörmətli qonaqlar, hər biriniz xoş gəlmişsiniz. Bugünkü tədbirimizin əsas məqsədi Konstitusiya və Suverenlik ili çərçivəsində ümumilli liderimiz Heydər Əliyevin 102 illik yubileyini qeyd etmək üçün buradayıq. Bugün bizdə əsasən şairlər və Naxçıvan ədəbi mühitinin təşəbbüsü ilə bu tədbiri təşkil etdiyimiz üçün biz bugün Poeziya günü adlandırırıq bu tədbiri. Tədbirimizin Babək rayon Mədəniyyət Sarayında keçirilməsinə göstərdikləri dəstəyə görə Naxçıvan Muxtar Respublikası Nazirlər Mədəniyyət Nazirliyinə təşəkkürümü bildirirəm. Tədbirdə iştirak edən hər bir dəyərli qonağa təşəkkür edir. Bu mənalı gündə bizimlə olduqları üçün minnətdarlığımı bildirirəm. Eyni zamanda bugün tədbirimizdə Babək rayon İcra Hakimiyyətindən qonağımız var. Qazilər Birliyindən, daha sonra Şəhidlər Birliyindən bizim qonaqlarımız vardır, iştirak edirlər. Tədbirin birinci hissəsində rəsmi çıxışlar təqdim olunacaq. Ardınca isə ümumilli liderimizə həsr edilmiş şeirləri
səsləndiriləcək, şeirlər səsləndiriləcək. Bu şeirlər müəlliflərin öz dilindən səsləndiriləcək. Bizim də tədbirin əsas məqsədi budur ki, hər bir şairə, hər bir şair öz sözünü, öz ürək sözünü, ümumi liderimiz haqqında olan ürək sözünü rahatlıqla bugün bu səhnədə, tribunada səsləndirsin. Bu tədbir Naxçıvan ədəbi mühitinin təşəbbüsü və Telan Qrup MMC-nin təşkilatçılığı ilə həyata keçirilir. Naxçıvan ədəbi mühitinin üzvləri bugün burada bizimlədir. Qrupun rəhbəri hörmətli İmam bəyə də təşəkkürümü bildirirəm. Bədii hissə bununla yekunlaşmaq bizdə bildiyim rəqsdə olacaq və uşaqlarımızın da ifasında şeirlər səsləndiriləcək. Diqqətinizə görə təşəkkür edirəm. Tədbirin təşəbbüskarı Naxçıvan ədəbi mühiti qrupunun rəhbəri, qəzəlləri ilə tanınan dəyərli şair İman Namazovu səhnəyə dəvət edirik. Telan Qrup MMC və Naxçıvan ədəbi mühitinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olmuş poeziya günü tədbirinin iştirakçıları. Hamınızı salamlayıram və ilk öncə çıxışıma öz şeirimlə başlamaq istəyirəm. Ulu Öndərə aid. Cismən bizi tərk etsə də yalnız Ulu Öndər, ruhən yenə dövranda bizimlə bərabər. Ruhən yenə dövrandadır bizlərlə bərabər. Xalqın həmişə zirvədə tutmuş böyük insan, bir xeyli uğur imzasını atmış böyük insan, dar gündə vətən dadına çatmış böyük insan, Heydər həmişə xalqı deyər, xalqı da Heydər. Öz yurdunu artıq bilən insan idi candan, bir dağ kimi millət ona söykəndiyi andan, tək başına bir xalqı xilas eylədi qandan, tək-tək düşür əlbəttə bu cür tarixə rəhbər. Dahi sözü hər ləhzə olubdur ona şamil, bir xeyli uğur sərgiləmiş elmə müqabil, olmuşdu o insan bütün hər sahədə kamil, xoş halıma bir sahədə olsam ona bənzər. Xidmət eləsin Azərbaycana uğurla, xidmət elədi Azərbaycana uğurla, ismin bizə şahdır, biz isə isminə əskər. Heydər yolu ki var, Atatürk'ün yoludur bu, İman elə bir rəhbəri az tarixi göstər. Azərbaycan müstəqilliyi əbədidir və dönməzdir, deyən Heydər Əliyev həm də qeyd edirdi ki, müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədi yaşar edilməsi hər bir Azərbaycanlının müqəddəs borcudur. Əgər biz hər bir sağlam düşüncəli Azərbaycan vətəndaşı, ilk növbədə Heydər Əliyev siyasi hissinin layiqli davamçıları və həqiqi məsləşdaşları Aksaslı dünyanın gözünə dik baxsaq, onda həqiqət naminə hamılıqla etiraf etməliyik ki, kimliyimizdən, mənliyimizdən, tutduğumuz səlahiyyət kürsüsündən asılı olmayaraq, həyatda əldə etdiyimiz müəyyən uğurlara, nailiyyətlərə və özümüzdə olan yaxşı cəhətlərə görə yalnız bir tarixi şəxsiyyətə, qüdrətli fatih, siyasi səltənətimizin sultanı Heydər Əliyevə borcluyuq. Çünki onun keçdiyi, keçməkəsli, çətin, lakin gələcək nəsillərə örnək ola biləcək mənalı həyat yolu, şərəfli və müqəddəs ömür gün salnaməsi hamımız üçün böyük tərbiyə, təmiz əxlaq, mənəviyyat mənbəyi və məktəbidir. Nəzərinizə çatdırım ki, Naxçıvan ədəbi mühiti qrupu il yarım olsa da fəaliyyətinə başlaması il yarım olsa da böyük uğurlara addımlar atıb. Bugünkü Telan Qrup MMC-nin bizimlə onlarla birgə layihəmiz bunun sübutudur. Biz fəxr edirik ki, bizim Naxçıvan ədəbi mühiti qrupunda Sona Teymurbəli, Dilbər Şahbuzlu, Süsən xanım, Əmanət müəllimə, Sevinç xanım,
Səriyə müəllimə və çox da adları, kimlərin ki adını çəkmədimsə, üzrlü sayısın, bizimlə bir yerdə çalışır. İnşallah bugünkü ilk uğurumuzda bizimlə birgə olduq. Bundan sonra da sizlərin xidmətinə, sizlərin etimadını doğrulduq, sizlərə layiqli xidmət yapacaq. Çox sağ olun, diqqətiniz üçün. Söz vermişəm, çıxış edən hər bir qonağımıza Kelan Qrup Evenci adından sertifikat təqdim edəcəm. Bir daha Kelan Qrup Evenciyə, Kelan Qrup Evenciyə rəhbəri cümlə haqqında dərin təşəkkürünü bildirirəm. Çox sağ olun. Əziz izləyicilər, indi isə yeganə tədris müəssisəsi olan Xanım Qızlar Liseyinin tarix müəlliməsi Gülşən Gülməmmədovanı səhnəyə dəvət edirəm. Hörmətli tədbir iştirakçıları, bugün Kelan Qrup MMC-nin və Naxçıvan ədəbi mühitinin təşkilatçılığı ilə keçirilən Konstitusiya və Suverenlik ili çərçivəsində Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasına 102-ci il dönümünə həsr olmuş Poeziya Günü adlı tədbir iştirakçılarını ürəkdən salamlayıram. Kelan Qrup MMC-nin qonaqlarına da xoş gəlmisiniz deyirəm. Hər birinizi ürəkdən salamladıqdan sonra bugün çox şadam ki, belə dəyərli insanlarla bir yerdəyəm və sizi də görməyimə öz adımdan çox şad olduğumu bildirirəm. İndi isə mən ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən qısa olaraq bir təqdimat etmək istəyirəm. Heydər Əliyev və Azərbaycançılıq məfkurəsinin milli ideologiya səviyyəsinə yüksəldilməsi. Başlığı belə götürmüşəm. Əsl yüksək əxlaqlı xeyirxah adam yalnız o adam hesab edilir ki, özünün bütün hərəkət və davranışlarını əsl vətənpərvərliklə göstərə bilsin. Belə bir insan Tanrının xalqına 100 ildə bir bəxş etdiyi böyük şəxsiyyət, dəyərli insan, böyük siyasətçi, əvəz edilməz dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevdir. Bəli, böyük öndərimiz bu millətə Tanrı bəxşidir. Onun əməli, işdə göstərdiyi səbir, qətiyyət, iradə və uzaqgörənlik bir müstəvidə, bir nöqtədə birləşərək Heydər Əliyev adlı şəxsiyyət ilha yaratmışdır. Heydər Əliyev adı Azərbaycan tarixində dövlətçiliyin, milli birliyin və vətənə sevginin rəmzi kimi yaşayır. Onun irəli sürdüyü Azərbaycançılıq məfkurəsi əslində təkcə siyasi ideologiya deyil, birliyimizin əsasını təşkil edən dəyərlər sistemidir. Bu təqdimatda mən Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin formalaşmasında və inkişafında onun rolundan, onun bu ideyanın müasir dövrdə əhəmiyyətindən və gələcək nəsillər üçün verdiyi mesajlardan bəhs edəcəyəm. Azərbaycançılıq məfkurəsi milli kimliyimizi qoruyan, xalqımızın birliyini, həmrəyliyini təmin edən ideoloji konsepsiyadır. Azərbaycanın müstəqilliyi və suverenliyi Heydər Əliyev siyasətində başlıca yer tutur. Onun yaratdığı güclü dövlətçilik sistemi bu gün də inkişaf etməkdədir. Heydər Əliyev milli dilimizi sərvət kimi qoruyub, onun dövlət dili statusunu təsdiqləyib və cəmiyyətdə onun mövqeyini möhkəmləndirib. 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsdiq olundu. Bu milli kimliyimizin qorunmasında mühüm addım idi. Milli dəyərlərimizin, milli mənəvi dəyərlərimizin, ədəbiyyatımızın, musiqimizin qorunması, tanıdılması Heydər Əliyevin əsas fəaliyyət istiqamətlərindən biri idi. 2001-ci ildə dövlət dilinin tətbiqi işinin təkmilləşdirməsi haqqında fərmanı bu sahədə əsaslı dönüş yaratdı. Heydər Əliyev millətlərin və dinlərin nümayəndələrinin sülh və harmoniya içində yaşadığı cəmiyyətin formalaşmasına nail olub. Gənc nəslin milli ruhda tərbiyəsi, onların vətənə bağlılığı Heydər Əliyevin tam diqqət mərkəzində olub. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi böhran və parçalanmadan xilas etdi.
Onun uzaq görən siyasəti ölkənin müstəqilliyini möhkəmləndirdi və dövlətin inkişafına şərait yaratdı. Heydər Əliyev milli ideologiyanın əsasını Azərbaycançılıq prinsipi üzərimizə qurdu. Bu ideyanı təkcə siyasi konsepsiya kimi deyil, xalqının həyat tərsinə çevirdi. Heydər Əliyevin qurduğu dövlət modeli bu gün də Heydər Əliyev kursunun layiqli davamçısı Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu günü-gündən artırır. Heydər Əliyev hər zaman Azərbaycan 1998-ci ildə Azərbaycan Gənclər Forumunda Heydər Əliyev gənclərin böyük siyasətində, dövlət siyasətində fəal iştirakını təşviq etdi, onların inkişafı üçün geniş imkanlar yarattı. Heydər Əliyevin qoyduğu mənəvi və ideolojik irs gələcək nəsillər üçün bir yol xəritəsidir. Bu mərcələr gənclərə milli kimliyini dərk etmək, vətənə sevgi və dövlət ilə bağlılıq hissi aşılayır. Heydər Əliyevin yolu təkcə bir siyasətçinin yolu deyil, öz xalqını ürəkdən sevən, hər addımını vətəni rifahı naminə atan bir insanın yoludur. Onun Azərbaycançılıq mərcələsi əslində bir ömür boyu gördüyü işlərin, verdiyi qərarların və vətənə olan sevginin ifadəsidir. Bu mərcələ təkcə rəsmi sənətlərdə, nitqlərdə deyil, insanların qəlbində, gündəlik həyatında yaşayır. Heydər Əliyev yaşayır. O Azərbaycanın bayrağında, himnimizin sədalarında, bu xalqın qəlbində əbədi yaşayır. Onun ruhu bu torpağın hər daşında, hər ağacında, bu xalqın hər nəfəsindədir. Heydər Əliyev bu ad təkcə bir insanın adı deyil, bu ad bir xalqın taleyini dəyişən, bir milləti ayaqda saxlayan, bir dövləti zirvələrə qaldıran əfsanədir. O Azərbaycan tarixində yeni bir dövrün, müstəqilliyin, gücün, birliyin, qürurun dövrünü açdı. Heydər Əliyev təkcə bir lider olmadı. O millətin vətənin keşiyində duran əsgər, xalqın nurlu sabaha aparan müdhiş rəhbər oldu. Onun yaratdığı Azərbaycançılıq mərcələsi bu gündə hər bir Azərbaycanlının ruhunda, qəlbində yaşayan müqəddəs bir ideyadır. O yalnız bizə bir dövlət yox, güclü bir kimlik, əyilməz iradə və sonsuz inan miras qoydu. Heydər Əliyev Azərbaycan xalqının qəlbində müdriklik, güvən və sonsuz sevgi ilə yaşayır. O bir siyasətçi olmaqdan çox xalqının yolunda ömrünü fəda etmiş bir lider, vətənli rivanı öz şəxsi taleyindən üstün tutan böyük bir şəxsiyyətidir. Onun adı çəkiləndə hər birimizin gözlərində milli qürur hissi canlanır. Ürəklərimizdə bir isti sevgi yaradır. Çünki Heydər Əliyev təkcə bir dövlət başçısı deyil, həm xalqın atası, həm də uşaqların babası idi. Həm Heydər Əliyev ruhu, həm ali baş komandamız, Prezident İlham Əliyevin uğurlu siyasəti bu milləti daim zirvələrə aparacağına ürəkdən inanıram. Mən Heydər Əliyevin bizə miras qoyduğu güclü və qürurlu müstəqil Azərbaycanı, Azərbaycançılıq yolunu sonsuz sədaqət, əyilməz iradə və böyük inanla davam etdirəcəyimizə bütün gənclərin adından söz verirəm. Heydər Əliyev sadəcə tarixdə qalmır. O bugün bizim ürəyimizdə, dilimizdə, dövlətimizin gücündə yaşayır. Yaşasın Heydər Əliyev'si, yaşasın müstəqil, güclü, əbədi Azərbaycan. Və mən burada bir vətən şeirinin bir betini Abbas Səhətdən demək istəyirəm, düzdür, mən şairə xanımı deyiləm. Hərdən bir özüm üçün uydururdum. Yazdığım indi yazmana uzun müddətli fasilə vermişəm. Görünür, bu elimci qrup, film qrup və Naxçıvan ədəbi mühiti məni həvəsə gətirəcək, mən də yazmağa başlayacağam. Və Abbas Səhətin vətən şeirini çox sevirəm. Körümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim. Vətənim verdi mənə nam nəmək, vətənim məncə unutmaq nə demək. Sürüdür kim dolanıb qanun olub, o mənim sevgili canlanım olub. Saxlaram gözlərim üstə onu mən, ölərəm, ölərəm, əldən eğib geçsə vətən. Çox sağ olun.
Əminə Bilcəni dəvət edirəm. Değerli seyirciler, her birinizi salamlayıram. Cümle Hanım'a dəvət üçün təşəkkür edirəm. Bizim həm Cümle Hanım'la bizim muzeydə görüşdük və belə qərar aldıq ki, mənim Heydər Əliyev haqqında olan xatirələrini burada səsləndirim. Heydər Əliyev xatirələrim müxtəlif saytlarda, o cümlədən Nuskan saytında, Naxçıvanın rəsmi saytında, eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət Nazirliyinin saytında və Xalq qəzetində də dərc olunubdur. Reglamentə əməl edərək yazılan şəkildə baxmaq istəyirəm. Əminəm ki, bizim nəslə mənsub insanların bir çoxunun Heydər Əliyev haqqında deməyə sözü var. Kitablardan oxuduqları yox, məhz xatirələri. Mən də o insanlardan biriyəm. İndiki nəsil Heydər Əliyevi kitablardan, video yazılardan tanıyır. Mən onunla şəxsən ünsiyyətdə olmuşam. Onlara necə də xoş gəlir, qürur verici səslənir. Yox, icazə verici romanım. Mən onu şəxsən tanıyırdım. Ulu Öndərdə 2 dəfə görüşmənin xoşbəxtliyini yaşamışam. Bəli, mübaliğəsiz, məhz xoşbəxtlik yaşamışam. 11-ci sinfi bitirməyimə sarılı günlər qalmış. Tutuldu. Doğrusu mən də tutuldum. Məktəbin ən fəal şagirdlərindən biri olmağımla yanaşı ən mühafizlərdən idim. Yaxşı tədbir hazırlamağım var idi, yaxşı təşkilatçı idim. Amma nə edəsən ki, məktəbdə pəncərə şüşəsinin qırılması da mənim əsərimdir. Dikbaşlığımın fərqinə varıb vəziyyəti düzəltmək üçün gülə-gülə tez dinləndim. Əlbəttə mənim, mən Heydər Əliyev şeyi təsvir etmişəm. Gözləri güldü. Hazırlaş. Yaxın günlərdə ali məsaj edəcəyik. Sevincimin hər hüdudu yox idi. Sonralar mən unudulmaz görüş üçün Ələkbər müəllimə həmişə rəhmət oxuyacaqdım. Evə gələr-gəlməz səliqəli xətt ilə təvəsmədən dəftərimdən şeiri adlarına köçürdüm. Heydər Əliyevə hədiyyə etməyi düşünürdüm. Məşqləri bitirmədiyimə görə pasport almamışım. Rəsmi adlı soyadım hələ ki Səlinə Əliyeva idi. Şeirin altından imzamı qoyduqdan sonra möhtərzədə təxəllüsünü əlincəli yazdım. Günlərimi sayırdım. Nəhayət ki, həmin gün gəldi. 8 may 1993-cü il Şuşanın işğalından düz bir il ötürdü. Qonşumuz Qadir Həşimcinin həyətindən Yaqut xalanın icazəsini aldıqdan sonra bir dəstə vərmüşəyi zambaq topladım. Məni ilk sırada əyləşdirdilər. Səhvəri bəş-bəş qucaqlara oturmuşdum. Ulu Öndər içəri daxil oldu. Onu şəxsən görmüş, onunla ünsiyyətdə olmuş insanlar bir mənalı olaraq bir faktı təsdiqləyərlər. Ondan gələn enerjini, gözə görünməz enerjini, onun yanında sözlə izah edə bilmədiyim enerjinin dalgasını hiss edirdim. Çox fərqli idi. İlk dərəcədə əyləşdiyim üçün, iclas zalı kiçik olduğundan onunla yaxın məsafədə idim. Gözlərinin rəngi, iti baxışı adam yoxsun bayırdı. Diqqətlə mənə qucağındakı güllərə baxırdı. Aradan 30 il ötüb. Bu illər ərzində Bakıda, Sankt-Peterburqda, Naxçıvanda yaşamışam. Hələ də onun qədər xarizmatik insana rast gəlməmişəm. Çıxışlar başladı, qeydlər aparırdı. Arada başını qaldırıb zala baxırdı. Bir nəfər qalxdı, kim olduğunu xatırlamıram, şeir qirayət etdi. Belə bir misrası var idi. Şərqin qoca şeiri Naxçıvandadır. Şeir bitdikdən sonra Heydər Əliyev üzünü zala tutub gülə-gülə, şir hələ qocalmayıb, dedi. Sonunu elə intonasiyayla uzatdı ki, o vurguda hər şey var idi. İnam, əminlik, güc. Mən onda həyatımın iç dərsini aldım. Yumor hissinin zəka sahiblərinin ən iti silahlarından biri olduğunu anladım. Heydər Əliyevin sərras, insanın içindən keçən çox güclü zarafatlarının gələcəkdə bütün xalqım kimi mən də hələ çox şahid olacaqdım. Olduqca zabitəli görünüşünü zarafatları ilə yumuşaldaraq bir anda səmimi ortam yaradan canlı əfsanə idi Heydər Əliyev. Mən ona heyran edim. Növbə mənə çatdı. Qalxıb şeirimi oxudum. Kürsüdən aralanıb çiçəkləri Heydər Əliyevə təqdim etdim, 70 yaşı münasibəti ilə təbrik etdim və şeirimi yazdım və rəqi uzatdım. Alnından öpdü, bucaqladı, gözlərimin bərabərinə əyildi. O baxışlarda olan qətiyyəti hələ də unuda bilmirəm. Mən sənə söz verirəm, Naxçıvan heç bir zaman Şuşa gününə düşməyəcək. Biz Şuşanı azad edəcəyik. Şeirimi diqqətlə dinləmişdi. Xalq sənə inanır, inamı doğrult. Yurdumun düşməni qoyulsun sübut, gücünü qələbə etdirsin sübut xalqımın qeyrətli övladı Heydər. Çıxarsan xalqın azad günə, düşməsin Naxçıvan Şuşa gününə, dağlar çəkilməsin xalqın köşsünə, xalqımın qeyrətli övladı Heydər. Düşməsin Naxçıvan Şuşa gününə misrası Şuşanın işğalı ilə barışmaya yeniyetmə bizim fəryadı idi. O bu fəryadın ağrısını bütün hüceyrələrinə qədər hiss etmişdi.
həzm edə bilmirdim torpaqlarımızın işğalını. İnandığım bir həqiqət var idi, hamı onun ətrafında sıx birləşməli, çəkici bir yerə vurmalı idi. Heydər Əliyev mənim üçün xalqın önündə gedən, onu düz yola yönəldən başçı idi. Bu dünyada ağıllı, dəvrəçəli insan çoxdur, amma hər ağıllı insan lider deyil. Heydər Əliyev lider idi. Mən bunu o vaxt çox gözəl dərk edirdim. Mənim gözümdə Heydər Əliyev zəkanın və gücünün birləşməsi idi. Bu yüzden onu hər zaman sevdim. O görüşdə onun yanında özümü o qədər güvəndə hiss etdim ki, içindəki qorxu, vahimə bir anda çəkildi. Hələ çox gənc, ürkək. Müharibənin dəhşətlərindən gözü qorxsa da içində qan qalmayan, ölümə gitməyə belə hazır olan cəsarətli bir Azərbaycanlı qızının səksəkəsinin üzərindən bir xət çəkdi o görüşdə Heydər Əliyev. O rahatlıq hissini verdiyi üçün bizi, millətimizi, vətənimizi qoruyacağına inandığım üçün mən onu saf məhəbbətlə sevdim. İnanma alqış səssiz alı bölüdü. Sonrası xoşbəxtlik, məktəbdə məşğullaşmışdım. İkinci dəfə onunla görüşmək 1999-cu ildə qismət oldu. Naxçıvan Dövlət Universitetində ikinci kursda oxuyurdum, oktyabr ayı idi. Universitetin rektoru və müəllimi İsa Həbibbəyli Azərbaycan Respublikasının keçir. Xatirələr yenidən sallandı. Mən həmin öyrəşmədən 1997-ci ildə qələmə aldığı ucalardan uca insan şeirini söyləyəcəyimə qərar verdim. Sən ucasan, zəka səndə, güc səndə. Şimşək səndə, alov səndə, qor səndə, xətainin cəsarəti var səndə. Sən qeyddən göndərilən səsmisən. Sən tökülən qanısını kəsmisən. Əyilib üzümdən öpəndə, cənab prezident, biz sizinlə 1993-cü ildə sizin 70 illik yubileyinizdə görüşmüşdük. Mən sizə şeirimi hədiyyə etmişdim, dedim. Gülümsəyərək, tanıdım səni, sən həmin qızsan, dedi. Sonra orada iştirak edənlərdən sən onun qulağına söylədin, o sənə nə söylərdi, sualları ilə maraq edənlər də az olmamışdır. Elə hadisələr var ki, onların təəssüratı insanı ömrü boyu müşahidə edir. Mən xatirələrimi şişirtmədən, bəzək vermədən, sadə və yekcan danışmaq istərdim. Məqsədim gözəl bir yazı hazırlamaq deyil də, yaddaşının bir küncündə illərdir yaşayan, hər dəfə danışdıqca mənə gözəl hissləri təkrar yaşadan xatirələrimi yazıya köçürməkdir. Ulu öndərin yüzlüliyinə mənim də bir töhfəm olsun istərdim. Xatirələri hər kəs bilir, sevər, bilirəm. Hər dəfə danışdıqca gözlərimin içi güldüyü kimi, bu yazı qələmə alındıqda da gözlərimin içi gülürdü. Atam, babam, ulu öndərim, ruhun şad olsun. Təşəkkür ederim. Səhnəmizə dəyərli şair Zamin Rüstəmlini dəvət edirik. Ben de hamınızı salamlayacağım. Kim tanımışsınız arasında salamlayacağım. Bunlar Heydər Əliyev haqqında sayı bir fazlalık var. Onlar şehir, onlar geri kalan bir şey. Elə bir dağ haqqında şey yazan. O bir xazinadır. O əsəri oxuyub qutarası ki, onun şeyləsindən mən belə bir əsəri alınmamışam. İlk dəfə Heydər Əliyevin Naxçıvanda öz üstünü qoyanda cavan bir olanını onu da görmüşdüm. İlk dəfə Qışda Bərsətdəyəcəkdə. İkinci hanımla mən görmüşdüm. Cəhildə 90-cı iyul ayının 21-də Cəmşi Cəhillərdə görüşə Moskvadan qədərdən sonra orada gördüm. Üçüncü dəfə Naxçıvanda bir seviş ilə bəstədilər. İskədə həm olur ki, Naxçıvanda Göyvizin, Naxçıvanda o qəsəb kilsə bir də onda görüşdük. Valimə Sığabağında. Gördüyünüz dəfə iki silahdaşımız oturub, canlı şahidlər. 92-ci il bir də Naxçıvanda may ayının 18-də cəsədlərini qalmışdı Sədərəkdə. Onlar bir saatdan sonra sentyabr ayında bizlə Ali Üniversitə görüşə çıxdı, zabit və gizirlərlə. Orada bəzi zabitlərimiz vardı, vətən fədailəri, maşın qaçırırdı, Ruslandan alınırdı, birinci metrotu bağlanırdı ki, Ruslar buna silah aparmasınlar. O zamana baxmayaraq, heç nə ayrıla bilmirik ki, silah onların alırlar, yüz onlarda, bizlər az bir miqdarda onların taşıyımında qulun edirik. Rəhmətli, Allah rəhmətli asıllarımıza, orada bir çabır işləndi. Dedi, heç nəyə can atmayın, təşkil oyun geçsinlər bunlar. Onların getməsi elə biz bazarlıqımızdır. Allah ona rəhmətli asıllar.
Hamd etsen böyle. Azərbaycan Yazıçılar Birliyinin üzvü Şairə xanım Sona Amalı səhnəyə dəvət edirik. Salam, aziz tədbir iştirakçıları, bugünkü tədbirin səbəbkarlarına təşəkkürümü bildirirəm. Ulu öndərimiz Heydər Əliyev haqqında mənim də çoxlu xatirələrim var. O xatirələrim zaman şair yoldaşlarıma, dostlarıma danışmışam. Mənim 1981-ci ildə müəllimlik fəaliyyətimə başlayan zaman çətinliklərimin önündə duran ulu öndərimizin şəxsən özü oldu. Müəllim kimin fəaliyyətində də sonradan 2006-cı ildə də onun dəyərli övladı İlham Əliyevdən tərəqqi medalı almama da səbəb onun mənə verdiyi dəstək və uğurlar. Mən bugün onun haqqında geniş danışmayacağım. Bir mehranlı kimi xanım bilirsek, bütün Naxçıvan xalqı bilirsek, biz həmişə Heydər Əliyevin arxasında olmuşuq, daha doğrusu yanında olmuşuq, arxada düşmən olmalıdır. Yanında olmuşuq, həmişə onun uğurlarını dəstəkləyib, çətin anlarda da dayan olmuşuq. Mən ona çoxlu şeyler yazmışam, ama bugün bir tane şeir diyeceğim. Senden öğrendik. Biz sana borçluyuz ey vatan oğlu, şərafi, qeyrəti səndən öğrendik. Gəldin, birləşdirdin, tuttuk hak yolu, düşmənə nifrəti səndən öğrendik. Ölümün gözünə dimdik baxırdın, şimşəklə süsləyib, ateş çaxırdın. Milletin arxanca sellə çaxırdı, əhdə sədaqəti səndən öyrəndi. Dəstəyin çox idi obadan, eldən. Vətənə vurğunuz biz canı dildən. Ölsək də vermədik torpağa əldən, səbri, dəyanəti səndən öyrəndi. Millət qarşıladı yurda dönəndə, ölməyə hazırdır sən hükm edəndə. Vətənsiz neynirəm ruhu vətəndə, yurda məhəbbəti səndən öyrəndik. Amalam, istərəm yenə bir olar, tərəm bir olar, düşmənin önündə məğrur dayanar, hər yerdə, hər işdə bir zəfər çalar. Haqqa ədaləti səndən öyrəndik, xalqa məhəbbəti səndən öyrəndik. Mən bugün ulu önlərimizin ruhlarını başlayıp buna Allah'tan rəhmət edeyim. Şairə xanım Süsən Əliyeva səhnəmizə dəvət edirik. Əziz və hörmətli tədbir iştirakçıları, bir də bu tədbiri təşkil edən, zəhmət çəkən, əziyyət çəkən rəhbərliyə biz təşəkkürümü bildirirəm. Bizi bura dəvət etdikləri üçün. Mən ulu öndərimizin xarakteri, siyasəti, mərdliyi, ciddiyi haqqında danışmayacağım. Ona görə ki, məndən əvvəl çıxış edənlərin hamısı ulu öndərimizi çox gözəl xarakterizə etdilər. Ancaq rəhbərə, ulu öndərə xalq məhəbbəti haqqında mən bugün danışmaq istəyirəm və bu əlimdə olan kitab haqqında danışmaq istəyirəm. Bu kitab El Məhəbbət adlanır. Bu kitab təkcə mənim deyil, ümumiyyətlə Şarkız rayonunda yazıb yaradan
56 şair və yazıçının şeirləri, poemaları, xatirələri, bayaqları bu kitabda toplanır. Bu kitab hörmətli şairimiz Naxçıvan Dövlət Universitetinin müəllimi Əbülfəz Muxtaroğlu'nun tərtib etdiyi el məhəbbəti mühitinin ulu öndərə nə qədər böyük məhəbbəti var. Kitabda hər kəsin şeirləri öz əksini tapdığı kimi mənim də bu kitabda şeirim var. Və mən vaxtınızı çox almayım, yəqin ki, danışmaq istəyən, söz demək istəyən çoxdur və mən burada öz şeirimi demək istəyirəm. Qayğıçı şakaydı o müdrik insan, qəlbi işıqlıydı günəş nurundan, qartal duruşundan, dağ vüqarından, yazıldı dastanlar ulu öndərin. Dünyanı mat qoydu siyasətində, təkrar olunmazdı sədaqətində, ana vətəninə məhəbbətində, dəryaydı, yummandı ulu öndərin. Döynən qəlbiydi elin, vətənin, əlindən tutardı dara düşənin, bir iti ox kimi xain düşmənin, gözünə batardı ulu öndərin. O şeirin sənətin qədrini bildi, yazıb yaradanı qiymətləndirdi, vətən torpağını zinətləndirdi, qrup yaradandı ulu öndərin. Son qoymuşdu nahaq tökülən qana, o dühaydı, bəxş olmuşdu cahana, dərvədən xalqının göz yaşlarına, təbibdi, loğmandı ulu öndərin. Dahinin qədrini aqillər bilər, zərin qiymətini zərgərlər verər, bədxahlar, nadanlar haradan bilər, nurlu asimandı ulu öndərin. Şah İsmailoğlu ulu babası, ölkələri fəth elədi dühası, siyasətdə qalib çıxdı zəkası, məşhur-i cahandı ulu öndərin. Göylərə ucaldı o bu torpaqdan, keçdi ömrü boyu min cür sınaqdan, ayırmaq olar mı əti dırnaqdan, Azərbaycandı ulu öndərin. Devam edirik. Səhnəmizə xanım şairə, bir neçə kitab müəllifi Dilbər Cəfərovanı dəvət edirəm. Alqışlarınızla. Hamınızı salamlayıram. Felan MMC və Naxçıvan ədəbi mühitinin təşkilatçılığı ilə hazırlanmış tədbirə hamımız xoş gəlmişik. Mən bir şeir oxuyacağım. Azərbaycan səni Heydər yaşatdı. Əgər Xəlil Rızda deyişdə ki, yerin, göyün rəngi var Peyğəmbər gözlərində, Dədə Heydər, Atatürk. Odlar yurdu, sinəsi qan olanı, buluş kimi boşalanı, dolanı, əsrlərdən əsrlərə qalanı, yadlar gəlib torpağına daş atdı. Azərbaycan səni Heydər yaşatdı. Durnaların yollarını itirdi, çəhər atların nallarını itirdi. Babəkimiz qollarını itirdi. Namərd düşmən, gör necə də tuş atdı. Azərbaycan səni Heydər yaşatdı. Qonan oldu ağaçda min budağa, qoyan oldu dilimizə qadağa. Ulu Tanrı, gərək verək sadağa. Bu gülləni atanlar da çaş atdı. Azərbaycan səni Heydər yaşatdı.
Ey xətai, torpağında haram yox, qarış-qarış bölünənim, param, oh. Miskinim çox, şəhidim çox, yaram çox, gözlərimiz məzara yaş axıtdı. Azərbaycan səni Heydər yaşatdı. Doğma vətən o taylıdır, bu taylı. Yolu sonsuz, gəlikləri dolaylı, qayaları qara çoban haraylı. Leysandı mı? Yağış, yoxsa cuşaqdı. Azərbaycan səni Heydər yaşatdı. Mən qalmışdım Zəngilansız, Şuşasız, gözüm yaşı torpağasız, daşasız. Cavab deyirlər, getmişdiniz Kuşasız. Çoxları da baş buladı, qaş atdı. Azərbaycan səni Heydər yaşatdı. Səhv-səhv arzum göyərdikcə baxmışam. Bayrağımla zirvələrə qalxmışam. Bu müjdədən dilbər qəlbə atmışam. Zər vermirdi, atan gözəl yaşatdı. Azərbaycan səni Heydər yaşatdı. Ulu xalqım səni Heydər yaşatdı. Azərbaycan Yazıçılar Birliyinin üzvü Şairə xanım Sevda İbrahimini səhnəmizə dəvət edirəm. Hoş gördük əziz tədbir iştirakçıları, dəyərli qonaqlar. Bugün Ulu Öndərimizin 102-ci il dönümünə həsr edilmiş Naxçıvanın ədəbi mühiti poeziya günü həsr olunan bu rəhbərliyə Telan Qrup MMC-nin rəhbəri Cümlə Rəcəbiyevəyə və ədəbi mühiti yaradan İmam müəllimə öz təşəkkürümü bildirirəm ki, bizləri bugün bura yığıb toplayıb. Ulu öndərimiz Azərbaycanın xəzinə mülküdür. Və mən çox danışmayasam, bayaq hamı danışdı, gözəl də ifadə etdilər fikirlərin. Sadəcə şeirlərimlə şeirlərimi sizlərə təqdim edəcəm. Sən ölməz insansan, Heydər-i Kərrar, olmusan vətənə sadiq-i sərdar. Atatürküsən sən, Azərbaycanın xəzinə mülküsən, sən bu cahanın. Bölünməz bir dövlət, ölməz bir əsər, sədası dünyanı elləri gəzər. Miras qoyduğun qorunan sərvət, Azərbaycana gətirir şöhrət. Günəşi olursan, Azərbaycanın xəzinə mülküsən, sən bu cahanın. Deməli, Ulu öndərimizin bu ağır xəbərini eşidən günü hamı kimi mən də həqiqətən dedim, bu dövlətin, bu xalqın günü nə olacaq bu vəziyyətdə? Ölkə xalq vəziyyətində idi. Pərakəndəlik. Çox narahat oldum. Səhər saat 6-da mən ölmədi şeirin, Heydər babamız şeirini qələmə aldım. Ulu öndərimiz torpağa düşən günü səhər artıq Arazın səsində, qəzetində bu şeirim dərc edilmişdi. Ölmədi Heydər babamız. O bizim yerdə və göydə sədamız. Dünyaya tanıttı Azərbaycanı, Türk oğlu Türkümüz, əsl simamız. Ölmədi Heydər babamız. O bizim ulduzlu, nurlu səmamız. Azəri elinin müqəddəs oğlu, Türk oğlu Türkümüz, əsl duhamız.
Ölmedi ölmedi Heydər babamız, yerinde kalıptır ilham atamız. Sağ olsun başımız, sağ olsun vətən, onda pervaz edir əsl zəkamız. 2003, 13. Yani hemen tarihte de dərc olur. Ben bunu niye çaktırdım? Çünkü hemen vaxtı çok adam bilmezdi ki bizim indi əsl zəkamız bu cür prezidentimizdir. Yani uzak görme, yəqin ki Tanrı'nın bir vergisiymiş. Sağ olun, çok sağ olun değerli yoldaşlar. Bir neçə kitabın müəllifi şairə xanım Əzizə Həsənovanı dəvət edirik. Salamlayıram. Burada zəhmət çəkən, əziyyət çəkən Teran MMC qrupuna və Naxçıvan Ədəbi Birliyinə hər birinizə dərin təşəkkürümü bildirirəm. Xatirələr çoxdur. 7-ci sinifdə oxuyurdum. Və yadınızdadırsa hər zaman o zamanlar Heydər Baba Naxçıvana gələn zaman havalimanı ətrafında düzən uşaqlar var idi, böyüklər var idi, əzizlər var idi, ağbirçəklər, ağsaqqallar. Mən də o zaman 7-ci sinifdə oxuyurdum və prezidentimiz Naxçıvana gəldiyi zaman bir bənd şeir yazmışdım və onu səsləndirdim. Zirvələrin zirvəsisən, dövlətimin şöhrətisən, millətimin qeyrətisən, baba, sənə qurban olum. Bu cümlə o qədər ona xoş gəlmişdi ki, məni alnından öpdü və ilk dəfə o zaman mən bir dahi, bir öndər, bir siyasət lider, bir baba xeyir duasını aldım və o zamandan başladı mənim uğur yolum, həyatım, qəlbim, ömrüm, sevgi, işıq və huzurla, təbəssümün, gözəlliyin və möhtəşəm arzuların simasına çevrildi və Əzizə Həsənova bax o zamandan bu yana uğurların ən möhtəşəm imzasını attı. Elə bilirəm ki, bir insanı bir dəfə görmək bir ömür boyu xatırlamağa bəs edər. O da dahi insanlardan idi. Mən vaxtınızı çox almayacağım və Azərbaycan bayrağı şeirimi səsləndirmək istəyirəm. Mənim gözəl bayrağım, sən necə də əzizsən, ürəyimdə həmişə dalğalanan dənizsən, aylı, ulduzlu səma, ilk bahardır ömrümə, Azərbaycan boydasan, sığa bilsən qəlbimə. Mavi, qırmızı, yaşıl, ən gözəl donum mənim, el üç rəngli bayrağım, Azərbaycanım mənim. Təşəkkür ederim. Mən qeyd etmək istəyirəm, biz Əzizə ilə, elə Əzizə dediyi o 7-ci sinifdə olduğu müddətdə mən də onunla bərabər həmin tədbirlərdə çıxış edirdim və o vaxtda bizim dostluğumuz yarandı. Ədəbi Mühit qrupunda mən görəndə çox sevindim. Adını qeyd elədim. O məni tanımırdı, amma mən onu tanıyırdım. Mən də çox sevindim ki, yəni bugünkü gündə Əzizəyə mən bu sertifikat verirəm və köhnə dostluq yenidən canlanır. Əvvəlcə bütün tədbir iştirakçılarını salamlayıram və bu gözəl tədbir təşkilatçılığında əməyi olan hər kəsə təşəkkürümü bildirim. Gülarə xanımda mən xüsusi dəvətinizə görə təşəkkür edirəm. Bugün Heydər Əliyev haqqında danışırıq. Təbii ki, ümumilli lider haqqında günlərlə, aylarla, hətta illərlə, çünki artıq neçə illərlə danışırıq, yeni ideyalar, yeni fikirlər gəlir, danışmağını qurtarmır. Çünki Heydər Əliyevin hər kəsin həyatında mən deyərdim ki, incəsənət, ədəbiyyat adamlarının həyatında da böyük rol var. Çünki o hər dəfə özünün də dediyi kimi bir milləti uzatmaq istərsənsə, birinci onun tarixi ilə yanaşı, eyni zamanda ədəbiyyatı, mədəniyyəti və incəsənəti ilə tanıtmalısın. İlk öncə mədəniyyət, incəsənət, ədəbiyyat. Buna görə də Heydər Əliyev hər zaman ədəbiyyat insanlarına xüsusi diqqət yetirirdi. Onlarla xüsusi tədbirlər təşkil edirdi, onlarla gözəl vaxt keçirirdi. Hətta hər birimiz şahidik ki, Heydər Əliyev çox gözəl şeir demək qabiliyyətinə malik idi. Və bunun hər birimiz şahid olmuşuq. Təbii ki, ondan da bizə sirayət edir ki, biz də ədəbiyyatı belə sevirik. Mən Heydər Əliyev haqqında Bakıda Bütöv Azərbaycan qəzetində
məqalələrim, şeirlərim dərc olur. Təbii ki, hər birimizin müqəddəs borcudur bu yöndə xidmət etmək. Ruhu şad olsun. İstəyirəm ki, Heydər Əliyev haqqında olan şeirlərimdən birini səsləndirim. Ümumilli liderim. Hər kəs bu vətən üçün səzdəyə dursun dedim. Ümumilli liderim. Gərək nəbzin vətənin nəbzi ilə vursun dedim. Ümumilli liderim. Fəth etdin könülləri. Sən birliyə səslədin. Dünyalara sığmayan bir azadlıq bəslədin. Ümumilli liderim. Yaşadın inamınla, qırmadın ümidləri. Xalqına dayaq durdun görmək üçün zəfəri. Ümumilli liderim. Bugün ruhun şaddır, şad, azad olub elləri. Birləşsin o tay, bu tay, bir dönür qəlbləri. Ümumilli liderim. Bir sərkərdə bəxş etdi. Bu xalqa, bu vətənə, o da sadiq qalıbdır sənin nəsiyyətinə. Ümumilli liderim. Azad olan hər qarış, düzlər ürəklənibdir. Rəqsanənin şeirində sözlər səslənibdir. Ümumilli liderim, ümumilli liderim. Əgər icazə versəniz, nədənsə qəlbimdən keçdi, bir şeir əzbərdən demək istəyərdim. Mənim ürəyim canım Azərbaycan boydadır. Mənim Azərbaycanım bütün cahan boydadır. Mənim Azərbaycanım, mənim ən böyük aldığım, ən ulu niyyətimdir. 90-ın yanvarında axan qızıl qanımdır. Əqidəm, məsləyimdir, dinimdir, imanımdır. Dünyanın ən bahalı sərvətindən, zərindən, lərindən, daş qaşından, ən böyük cövhərindən mənim müstəqilliyim min dəfə bahadır. Dönüş yoxdur geriyə, üzümüz sabahadır. Əgər sən doğrudan da millətin oğlusansa, ruhunla, varlığınla torpağa bağlısansa, çıxar ürəyindəki kini, dediqodunu, böyük diləklərə ver ürəyinin odunu. Sevgini, istəyini torpağa ver, daşa ver, boşuna, sərkərdəyə, başçıya ver, başa ver. Bu millətin başında başçı da var, baş da var, vətənə sadiq olan əsl vətəndaş da var. Kim bu xalqın önündə getməyi bacarırsa, dilsimləri sındırıb tufanları yarırsa, ən ağırlı yerlərə kişi kimi gelirsə, ən qorxulu yerlərə igid kimi varırsa, kişi odur, mən odur, onun dayağındadır. Kim topları susturur ağlı ilə, əsəri ilə, kim qanı dayandırır sözünün kəsəri ilə, kim xalqa bələdən yox zirvələrdən baxırsa, düşmənlərin başında şimşək kimi çaxırsa, bunu görən düşmənin rəngi, ruhu qaçırsa, haqlı odur, haqqı odur, haqqın tərəfində dur. Ey mənim ürüş xalqım, ey qəhrəman millətim, ey yeraltı xəzinəm, ey yerüstü sərvətim. Daş-daşa söykələrsə çevrilib divar olar, dağ-dağa güvənərsə zaman var olar, el elə güvənərsə yurdu basılmaz olar, ələ güvənərsə güllər açar, yaz olar. Güllən, torpağım mənim, alış, ocağım mənim, yellən, bayrağım mənim, oxu, dodağım mənim, azadlıq rəğməsini, istiqlal havasını, xoşbəxtlik kəlməsini, ürəkdə yanan işıq, damarda qan oxusun, Azərbaycan oxusun, Azərbaycan oxusun. Şairə xanım Xədicə Təbəssümü dəvət edirik. Əziz, dəyərli dostlar, evimizə qrupunun və Naxçıvan əbədi mühitinin yazarları, hər birisi şərurdan gələrək, sevərək gələrək salamlayıram. Düzdür, burada hər bir rayondan var. Mən şərurdan sizə qucaq-qucaq salamlarını çatdırıram. Maşallah, natiqlərimiz çox gözəl danışdı. Heydər Əliyevin Naxçıvana gəlişi bizim üçün toy bayram idi. Böyüklərdən üzr istəyirəm. Mənim qızım Təbəssüm balacaydı. Babamı görmək istəyirəm. Bilmirəm, Heydər Əliyev hardan duymuşdu,
xəbəri olmuşdu. Yavaşca maşını saxladı və pəncərələr yerdi. Heydər Əliyev qızıma xoş gördük deyərək əl elədi. Unutulmaz öndərimiz haqqında mənim də şeirim vardır. İcazənizlə söyləyim. Qasırğaya sinə gəldi hər zaman, belə duha az-az yetirər zaman. Könüllərdə, qəlbimizdə hər zaman, ürəklərdə daim yaşar Heydərim, bircə anda unudulmaz öndərim. Bir həyat yaşadı suda, quruda, İpək yolu saldı, torpaqda, daşda, rəhbərlər içində oldu ən başda. Ürəklərdə daim yaşar Heydərim, bircə anda unudulmaz öndərim. Gözləri hər anda irəli baxdı, günəş tək parladı, şimşək tək taxdı, üst rəngli bayrağı zirvəyə taxdı. Ürəklərdə daim yaşar Heydərim, bircə anda unudulmaz öndərim. Türkün hər sözünə o söylədi can, onunla gözəlləşdi can, Azərbaycan sayəsində ölkəm oldu Gülüstan. Ürəklərdə daim yaşar Heydərim, bircə anda unudulmaz öndərim. Nur ələndi onun baxışlarıyla, dərs verdi qiymətli çıxışlarıyla, vətən gözəlləşdi naxışlarıyla. Ürəklərdə daim yaşar Heydərim, bircə anda unudulmaz öndərim. Yazıldı adıma neçə min dastan, necə də xoşbəxtəm, necə də şadam. O olan dünyada mən də olmuşam, ürəklərdə daim yaşar Heydərim, bircə anda unudulmaz öndərim. Tarix yazdı yaşadığı dövranda, gülümsəyir yerdə, göydə, cahanda, İlham adlı qüruruna baxanda, təbəssümlü qələmin də gül açır, ürəklərdə daim yaşar Heydərim, bircə anda unudulmaz öndərim. İcazənizlə İlham Əliyev haqqında da bir şeiri var, onu da ürəyimdən gəldi. Sən yurdumun bəzəyisən, Azərbaycan ürəyisən, öz xalqının gərəyisən, vətən oğlu, çox mətinsən, həm də çevik. Azərbaycan sənə deşik, durub ordun, ayıq, keşik. Vətən oğlu, məftunam mən hünərinə, o qüdrətli hikmətinə, oxşayırsan öndərimə. Vətən oğlu, diqqətiniz üçün çox sağ olun. Tədbirimizə gözəl rəqsilə rəng qatması üçün İnci Cəfərini səhnəyə dəvət edirik. Canına can
xanım Rəhlə Nuriyevanı səhnəyə dəvət edirik alqışlarınızla. Tədbir iştirakçılarını salamlayıram və hər birinizə xoş gördük bu tədbirdə deyirəm. Ümumi liderimiz Heydər Əliyevə aid şeirləri çoxdur. Sadəcə bir müxəmməsini səsləndirmək istəyirəm ümumi liderimizə aid. Vətəndə dərd sürüləndə dada çatdı Heydər baba. Başın üzüb qəm vurudun, tez dağıtdı Heydər baba. Sızıldayan könüllərdə eşq yaratdı Heydər baba. Qara geymiş günümüzə sevinç qatdı Heydər baba. Yurdumuza azadlığın tumun atdı Heydər baba. Böyütdükcə kölgəsinə sığındırıb xalqımızı. Günəşin al şəfəqinə qızındırıb xalqımızı. Xoşbəxtliyə yetmək üçün ruhlandırıb xalqımızı. Səadətin səmasında dolandırıb xalqımızı. Cəllatların ürəyini tez çatlatdı Heydər baba. Tarixlərdən süzüb gələn Azərbaycan kəlməsini, hanalardan süzüb gələn Azərbaycan ilməsini, bulaqlardan sızıb gələn Azərbaycan nəğməsini, zərbələrə dözüb gələn Azərbaycan ölkəsini dünyanın hər tərəfinə tez sanıqdı Heydər baba. Cavanlıqdan Ağcavanın dağlarında çox olaraq, havasını uda-uda namərdini hey bularaq, illər keçdi qaynımıza oğlu ilə bir qalaraq, Əshab-ı Kəhf ocağının qüdrətindən güc alaraq, düşmənlərin taktikasını zəiflətdi Heydər baba. Ümumilli liderliyi qazanmışdı sağlığında, İlham kimi el dayağı yetirmişdi torpağında, igidləyin barın qoyub milyon ağac budağında, qəmlənsə də gülüşünü oynadaraq dodağında, ədalətə çatmaq üçün nə dincəldi, nə də yatdı Heydər baba. Məmləkətim nə yaxşı ki, seçdi onu başkomandan. Çünki bircə baxışı ilə əriyirdi qatı duman, söz qılıncı qarşısında əyilirdi cümlə cahan. Heyrətamiz işlərilə xatırlanıb hər bir zaman, bayraqlı zirvələrdə dalğalatdı Heydər baba. Rahilə də şagirdlərə anladıbdı zəhmətini, ürəklərdə iz buraxan cəngavərlik qüdrətini, öyrədib ki, unutmayın verdikləri məsləhəti, büdrəməyə qoymadığı əzəmətli millətimi göy ucunda ucaldaraq çox yaşatdı Heydər baba. Göy üzündə ucaldaraq çox yaşatdı Heydər baba. Allah ümumilli liderimizə Heydər Əliyevə rəhmət eləsin. Ruhunu şad eləsin. Şeir deməsi üçün Əsmər Mütəllimovanı səhnəyə dəvət edirik. Başı qarlı, qan püskürən uca dağlar. Harayımı zərşə çatıb 30 ildir. Qan içində qıpqırmızı donurlar. Şadakı Zəkir adlı həzin sulu göl şəlaləm. Kəlbəcəkdən yer üzünə şanı qalxan üstü suyu. Laçın elim, Ağdamovam, Cəbrayılım, qanlı yurdum, Qarabağım, gözün aydın. Sən axır ki, öz arzunla, öz oğlunla, öz qızınla, el-omanla nəfəs aldın. Sən 30 il, 300 il kərkək qocaldın. Sən düşmana məcbur qaldın, igidlərin aldı səni. Al bayraqlar, alov saçan, ağ sancaqlar, üç rəngi ilə dalğalanan göy üzündə. Şəfək saçan şəhid qanlı, yürür saçan o bayraqlar. Sevinç verər, yürür verən işlərə yer üzündə. Göz
bala, bu vətənin oğlusan sən. Gözün aydın, Qafqazdakı qoca qartal. Sən yenidən qanatıb tutacaqsan. İcitlərin öz qanıyla, şörpə, zaman canlarıyla. Məlhəm oldu, çarə oldu parçalanmış qollarına. Səni bütün düşünərək, istəyərək, düşmənləri məhv etmək üçün son qoydular. Dünyada sizsə yatan ömür adlı yollarına. Şəhadət ərdi onlar. Canlarından can ayırıb sənə bir can verdi onlar. Odur ki, sən qanla, canla sağalırsan. Qoca vətən, sən yenidən doğulubsan. Gözün aydın, doğma diyar. Gözün aydın, cənnət məkan. Gözün aydın, Azərbaycan. Değerli şairimiz Yadullah Mirzəyevi səhnəyə dəvət edirik. Çox sağ olun, sözünüzə görə. Mən də ilk növbədə hamınızı salamlayıram, hörmətli tədbir iştirakçıları və minnətdarlığımı bildirirəm bu günün bu tədbiri iştirakçılıq, tədbiri hazırlayan, təşkil edən hər iki tərəfə öz minnətdarlığımı bildirirəm və təbii ki, Heydər Əliyev haqqında xoş sözlər deyildi. Mən də istəyirəm bir vaxtlar ilk dəfə burada Naxçıvanda Azərbaycan bayrağını qaldırıb və bugün üç rəngli bayrağımızın dalgalanması ilə bağlı yazdığım bir şeiri sizlərə ərmağan edim. Azərbaycan bayrağı. Əsrlərlə yol gəldi, illərlə yasaqlandı. Baş əymədi zülmətə, yenidən alovlandı. Azərbaycan adına qürurla dalgalandı. Vətənin göylərində sanki bir gün noprağı, Azərbaycan bayrağı. Bozqurtdan bizə qalan əmanətdir, mirasdır. Azadlığın carçısı xoş müjdəli murazdır. Dünya xəritəsində o Azərbaycan yazdı. Dostlara sevinç qürur, düşmənlərə göz dağı. Azərbaycan bayrağı. Qırmızı şəhid qanı, ant yerim, azadlığım, göyrən göy türkdən qalan bu həyatda varlığım, yaşıl haqqa doğru yol, nişanı qardaşlığın, ayla ulduz xalqının yol göstərən çırağı, Azərbaycan bayrağı. Yolu tikanlı olub, keçib oldan alovdan, azadlığın rəmzidir sinəsindəki alqan, neçə igidlər uğrunda verib can, qoruya bilsin deyə vətən adlı torpağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Sağ olun. Değerli iştirakçıları, benim ilk növbədə bir neçə iradım var. Sakıllardan da, üzr istəyirəm, hapisteylərdən də, az yaşı olmayan insanlardan da Azərbaycan günün politikasına riayət eləmirik, xahiş edirəm, çox xahiş edirəm. Məndən sənə bir ömürlük xatirə, səndən mənə. Babam, mən açılmasından əməklər müəllimim. Bunu mən eşitmək istəmirəm. Eşitmək istəmirəm, desinlər şairə xanım. Eşitmək istəmirəm, desinlər müəllimə. Səbinə qızım, sənə mən qurban olum. Səni mən 97-ci ildə televizyora çıxardığında sən 2-ci kurs oxuyordun, mənim yazılarımı sən oxudun. X-yalı qurban olum, müəllimə qurban olum. Yetişirsən, üzə tam yetişmirsən, bax belə. Bir dənə irad tutsaydım, oradan durub bağlaz idim, sən oradan yenilməz idim. Amma heç bir irad tuta bilməm. Allah sən saxlasın. Xahiş edirəm, bu iradımı hamlığına gəldim.
Mənim Azərbaycanım mənim Azərbaycanımdır. 10 milyon xalqın Azərbaycanıdır. Balacadır. Məmməd Əvəz dedi ki, dünya xəritəsində adı olmayan kəndin balacasan, bax, balacasan. Azərbaycan balacadır. Amma qeyrətli o qədər onları sevməyən adam yoxdur. Amma mənə sevdirdi mənim Azərbaycanımı mənə qaytaranda. Ləhəqət papağım ayaq altında. Vətənim inil deyəndə, anam inil deyəndə, bacım, namusum, qeyrətim, hissiyyətim inil deyəndə bu qalxdı ayağa dedim, mən varam, mən Azərbaycan. Ulan Dəroğlu, İlham Əliyev. Mən bugün həqiqətən də vətənimdən öyünməyə başlayan adamam. Alimədisdə mənim bir çıxışım oldu, dedim mən Allah nədir bilmirəm. Yenə deyirəm, mən Seniz qanım, Allah tanımıram. O yerdəki vətən yoxdur. Vətən yoxdursa namus yoxdur, namus yoxdur, Allah yoxdur. Heysiyyət yoxdur, qeyrət yoxdur. Mənim üçün qeyrətim də var, qeyrətim də var, şəxsiyyətim də var. Çünki mənim Azərbaycanım müstəqildir. Azərbaycan ayaq altında deyil. Düzdür, bugün də Azərbaycanıma məhdud gülmələr prezidentimizə badala baxmaqdadır. Dağıtacaqlar da bu xislətimizdədir. Milli xislətimizdədir. Mən də Ali Başkomandan şeirimi ştatda dərc elədirmişəm, istəyərdim. Biraz vaxtımızı alalım. Yenə də dış güzəyib, vətənə türkçü saqqal, meydan vermə saqqalı Ali Başkomandan. Yumruğuna gəl günən düşməndə qalmasın ham, vətənin dar günündə birlik oldu dərmanım. Meydan vermə saqqala Ali Başkomandanım. Dört nala sapan kəhər dağ dərə tala bilməz. Qur derində nə türkü, nə saqqal qala bilməz. Yiğitlərim qurtdur, qurt, saqqal sağ qala bilməz. Zəncidən bezər olsam qoy qanıma qoyanım. Meydan vermə saqqala Ali Başkomandanım. Onlar iblis deyirlər, iblisdən də betərdir. Dilləri baldadırsa ruhu, canı zəhərdir. Bu qovqadan qələbə özü böyüklərdir. Sənsən Tanrımdan sonra yer üzündə cümanın, meydan vermə saqqala Ali Başkomandanım. Düşmənim var, durumu şərəfinə ləkədir. Söz bazarında sözü vətənimə təhlükədir. Gözümün, səbrimiz tarım olan tükədir. Mən bir barıt səlləyib, od vur, dağdım, yanım. Meydan vermə saqqala Ali Başkomandanım. Onlar qaranlıq əhli, bayquşdular, cindilər. Xərabəlik sevərlər, xərabədən yendilər. O saqqallar büsbütün nifrətdilər, çindilər. Niyyətləri kirlidir, Azərbaycan qurbanım. Meydan vermə saqqala Ali Başkomandanım. Hərəsi bir dindədir, ya İslamdır, ya kafir. Vətənin məhv etməyə hər an amədə hazır. Düşmənlərin tələsin özün dağıt, özün qır. Müqəddəsdir şəhidim, ülvüdür şəhid qanım, meydan vermə saqqala Ali Başkomandanım. 44 gündə adını tarixə yazansan, düşmənin min hiləsini dağıdansan, pozansan, başlar salıb ayağa tapdayansan, əzənsən, bütün dərdi sərmə sənsən, həyanım, hanım, hayanım, hanım, meydan vermə saqqala Ali Başkomandanım. Qoyma vətən xar olsun yağı düşmən önündə, qoyma yaşasın millət bax belə ağır gündə. Bu çaqqallar bilinmir hansı məzhəbdə dində, seçəmirəm dost hansı, hansı mənim düşmənim, meydan vermə saqqala Ali Başkomandanım. Həvirləşib saqqallar, qorxusu yox kimsədən. Budur şair həsrətin, baxrın göynədib gidən, arzusuna çatmasın ovu marıqda güdən. Ulu öndər olursan, ölməz sənə inanım. Meydan vermə saqqala Ali Başkomandanım. Səhnəmizə Şairə xanım Səriyə Yaşarı dəvət edirik. Salamlayıram hər kəsi və mən
şair olmamışdan öncə rəssamam. Bilirsiniz, mən demək Əzimzadədə oxuyanda biz həminki çox yaxşı qruplarla məndən qabaq danışan mənim fakültenin yanından olan xanımlar, şairələr biz bəli həmin dövrün uşaqlarıyıq ki, mən də Bakıda qürurla deyirdim Naxçıvanlıyam və hamı mənə qibtə ilə baxırdı ki, mən Heydər Əliyevin anadan olduğu torpaqlardanam, Heydər Əliyevin yaşadığı torpaqlardanam və biz həmişə buna qürurlanmışıq. Mənim əsərlərimdə bir rəssam kimi yüzüm var idi, bütün rəssamlar kimi yüzüm var idi, kədər var idi. Bir dəfə yadımdadır, mən bir ana çəkmişdim, qucağında çox az yaşlı evladı. Evlad bir tərəfdə anasını qucaqlayıb, bir tərəfdə isə bayrağı, bir tərəfdə bayrağı möhkəm saxlayıb, anasını qucaqlayıb, bir tərəfdə bayrağı azad buraxmışdı, dağlanırdı. Mən deyirdim ki, mən artıq qan görmək istəmirəm, mən artıq qan çəkmək istəmirəm, mən artıq müharibə çəkmək istəmirəm. Bu, həmin uşaqlar olacaq ki, bunlar oradan ayaqyalın çıxıblar və torpaqları qaytaran da məhz bu uşaqlar olacaqlar və doğrudan da bu mənə qismət oldu. Biz iki müharibəni də görən bir nəsilik və bizə qismət oldu ki, biz artıq zəfərli daddıq. Biz ulu öndərimizin siyasəti ilə gedən, fəal iştirak edir müharibədə, şəhidlər də Azərbaycan xalqı çox verdi, Naxçıvan torpaqları da çox şəhidlər verdi. Mən şəhidlərə aid bir şey istəyirəm oxuyam sizə. İgid əsgər, haraylıyor vətən səni, yurt dərdi ilə yanan kəsin, vətənində mübarizsən, od püskürən nəfəsimsən, şəhidimsən. Min can kimi dirildin sən, çiçək açan arzuların təməlində sən durmusan, torpaq üçün olmusan. Vətən deyib hay salmışsan ölkələrə, vətən, vətən deyə silahınla cilaladın vətənimin hər bir daşın. Vətən sənə oğul dedi, vətənimin ən layiqli vətəndaşı. Bayrağımın yaşıl rəngi əynindəki köynəyini rəngidirmi? Müzəffərlik rəmzidirmi? Yaz müjdəli səhərimin xəbərçisi bülbülüsən. Xarı bülbül həsrətinə son qoydun sən. Al qanunla zəfərləri imza atdıq. Haqq səsinlə biz dünyaya haray saldıq. Qanın ilə qarışandan sərvət oldu ulu torpaq. Bayrağımın göy rəngində səma qədər arzum vardı. Üstündəki ay ulduzun sənin zəfər nişanındır. Mən bir dənə də şeir demək istəyirəm. Bu şeirim yəni, mən bunu hardasa, müharibə olmamışdı hələ. Mən bu şeiri yazanda atamı itirməmişdim. Bu şeir çox sevilir. Mən ona görə bu şeiri demək istəyirəm. Demək, üzr istəyirəm, bir tapım.